Salam, bu videoda MHM Test Bankından nəzm və nəsr bölməsi üzrə testləri izah edəcəm. Vaxt itirmədən gəlin izahlara başlayaq. Birinci sualda deyir ki, nəzmlə bağlı hansı fikrin doğru olduğunu müəyyən edin. Nəzmlə yazılan əsərlərdə tərənnüm özünü göstərə bilməz. Bu yanlış ifadədir, çünki tərənnüm elə əsasən nəzmlə yazılan əsərlərdə özünü göstərir. Nəsrdən fərqli olaraq nəzmdə ahəng olmur. Bu yanlışdır. Çünki nəzmi nəsrdən fərqləndirən başlıca xüsusiyyətlər elə ahəng, ölçü, bölgü, rədif, qafiyədir. Nəzmlə yazılan əsərlərdə hər zaman inversiyadan istifadə olunur. Bu da doğru deyil. Çünki hər zaman ifadəsi yanlışdır. Məsələn, deyirəm ki, el bilir ki, sən mənimsən. Bu misrada inversiya varmı? Yox. Demək, bu nədir? Yanlışdır. Nəzmlə yazılan əsərlərdə rədifdən, qafiyədən istifadə olunur. Doğrudur. Nəzmdə təhkiyə rast gəlinsə də, əyani göstərməyə rast gəlinmir. Bu da yanlışdır. Məsələn, Səməd Vurğunun Vaqif əsəri nəzmlə yazılıb, eyni zamanda dramatik növdədir. Dramatik növdədə nədir? Əyani göstərmə əsasdır. Demək, bu da nədir? Yanlışdır. Baxaq ikinci suala. Rədiflə bağlı yanlış fikri müəyyən edin. Qafiyədən sonra təkrar olunan söz və ifadələrdir. Doğrudur. Rədif bəndləri bir-birinə bağlaya bilər. Doğrudur. Rədifin yeri şeirdə sərbəstdir. Xeyr. Rədifin yeri şeirdə sabitdir. Şeirin forma xüsusiyyətlərinə uyğun gəlir. Doğrudur. Şeiri adlandırma vasitələrindən biridir. Bu da tamamilə doğrudur. Verilən misralardan biri fərqli şeirdəndir. Belə suallarda nəyə diqqət edirik? Rədifdən əvvəlki hissəyə. Rədifdən əvvəlki hissələr həm qafiyətsə, demək olar bir şeirin misralarıdır. Baxın, gəzir hər yamacı, hər yalı yaylaq, xəyalı yaylaq, aralı yaylaq, kamalı yaylaq. Amma baxın, ularmı? Demək, bu nədir? Fərqlidir. Cavabımız da buna görə olur E variantı. Verilmiş nümunənin təhlili ilə bağlı olan doğru fikirləri müəyyən edin. Araz dağlar yarıb, qayalar dəlir. Zamanın fikri tək axır sürətlə. Qayalı dağlar da salama gəlir, elə bir baş əyir ona hörmətlə. Zəngin qafiyədən istifadə olunub, bəli, zəngin qafiyə nədir? Ən azı iki hecası bir-biri ilə həm qafiyə olmalıdır. Dəlir, gəlir, hörmətlə, sürətlə. Qafiyə quruluşu ABCB formasındadır, yanlışdır. AB formasındadır. Yəni, burada birinci misra ilə üçüncü misra həm qafiyədir, fərqli deyil. Burada isə C yazıb. Dördlük şeir şəklində yazılıb. Bəli, bu da doğrudur. Yazıldığı vəznin tələbinə görə misralarda uzun və qısa hecalar bir-birini izləməlidir. Bu xüsusiyyət əruz vəzni üçündür. Amma gördüyümüz kimi şeir əruz vəznində deyil. Rədifdən istifadə edilməyib. Bu da ki, doğru fikirdir. Cavabımız da oldu 1, 3, 5 C variantı. Nümunədə qafiyənin hansı növündən istifadə olunub? Alıbdır canımı hicran, olubdur gözlərim giryan. O məhvəş nazənin canan, nə üçün gəlməz, nə üçün gəlməz. Hicran, canan daxili qafiyədən istifadə olunub. Baxaq digər suallara. Verilmiş şeirin hansı misrası misra daxili bölgüdə vahid bölgü prinsipini pozur? Badi səba mənim dərdi dilimi. O büt-i zibayə dedin nə dedi? Ah-ı naləm asimana yetdiyin. Gərdəni minayə dedin nə dedi? Baxın, burada 4, 5, 6 demək şeirin digər 3 misrası 6-5 bölgüsündədir. Amma üçüncü misrada isə ah-ı naləm 4-4-3 formasında bölünüb. Demək, cavabımız da olur C variantı. 7-ci suala baxaq. Aşağıda verilən situasiyaya əsasən ən uyğun fikrin hansı olduğunu müəyyən edin. Baxın, bu situasiyadır və burada biz ən düzgün fikri tapmalıyıq. Əvvəlcə situasiyanın özünü oxuyaq. Deyir ki, Cəmil heca vəznində dördlük şeir şəklində yazılmış şeirlər müəllifidir. Bəzi şeirlərində cins qafiyədən də istifadə etmişdir. Cəmil qoşma və ya təcnis janrında yazmasa da, gəraylı janrında yazıb. Bu bəri başdan yanlışdır. Çünki elə heca vəznində yazıb, dördlük şeir şəklində yazıbsa, yəni niyə də bu qoşma olmasın, niyə də təcnis olmasın? Yəni yazmamaq söhbəti burada yanlışdır da. Cəmilin
qoşmanın məzmunca növlərindən olan ustadnamə yazmasını əminliklə söyləmək olar. Ustadnamənin əsas xüsusiyyəti onun nəzakətamiz məzmun daşımasıdır. Burada biz belə bir ifadəyə rast gəlirikmi? Xeyr. Yəni biz bunu əminliklə deyə bilmərik də. Ona görə də yanlışdır bu da. Cəmlin yaradıcılığında şeirlərin misra daxili bölgüsündə vahid bölgü prinsipi pozulmayıb. Diqqət edin. Vahid bölgü prinsipi ayrı anlayışdır. Bütöv, belə deyək, vahid söz prinsipi ayrı anlayışdır. Əgər vahid söz prinsipi desəydi, o zaman biz bunu götürə bilərdik hardasa. Çünki heca vəznində vahid söz prinsipi, yəni bütöv söz prinsipi pozulmur. Amma vahid bölgü prinsipi pozula bilər heca vəznində. Necə ki 6-cı sualda gördüyünüz kimi 3 misrası 6-5 oldu, amma digər bir misrası isə 4-4-3 şəklində oldu. Demək, C yanlışdır. Cinəs qafiyədən istifadə etməsi cəmlin təcnis janrından istifadə etdiyini sübut edən əsas faktordur. Bu da yanlışdır. Çünki biz harda cinəs qafiyə görürüksə, biz bunu təcnis deyə bilmərik. Məsələn, adətən kitablarda Nəsimidən bir beyt verir. Yoxdur vəfası dünyanın, aldanma anın alına, rəngindən oldu münfəil, hər kim boyandı alına. Burada yeri gəlsə, bu qəzəldir də, yəni əruz vəznindədir. Təznis deyil ki. Cəmlin yaradıcılığında şeir vahidlərindən olan bənddən istifadə olunub. Əlbəttə, heca və dördlü şeir şəkli deyirsə, demək ki, bənddən istifadə olunub. Cavabımız da oldu E variantı. 8-ci suala gəlin baxaq. Bəndin təhlili ilə bağlı olmayan fikir hansıdır? Aşıq gərək bu meydanda bir qala. Eşq odunu bir ətəklə bir qala. Ələskərdir Xeybər kimi bir qala. Bacara bilməzsən, dur yerində pəs. Danışma əbəs. Cığalı təcnis nümunəsidir. Elə bu yanlışdır. Çünki bu ayaqlı təcnisdir. Aid olduğu şeirin son bəndidir. Ələskərdir. Bu daha təxəllüsə əsasən deyə bilərik. Yəni adına əsasən. Cinəs qafiyədən istifadə olunub. Bəli. Doğrudur. İlk 3 misranın daxili bölgüsü 4-4-3 şəklindədir. Bu da doğrudur. Nümunədə inversiya işlənir. Bəli. Bu da doğrudur. Ələskərdir Xeybər kimi bir qala. Məsələn, ələskəri burada qalaya bənzədir. Üstəlik qala sözü burada isimdir. Yəni bu cümlənin xəbəri ələskərdir. Bu daha budur. 9. Şeir şəkilləri ilə bağlı doğru fikri müəyyən edin. Şeir vahidlərindən təşkil olunur. Xeyr, yanlış bir fikirdir. Bütün janrlarda şeir şəkli eynidir. Xeyr, bu necə eyni olsun? Məsələn, qəzəldə deyək ki, ikili şeir şəklidir. Amma qoşmada dördlü şeir şəklidir. Şeir vahidi eyni olan janrlarda şeir şəkli də eyni ola bilər. Bəli, bu doğrudur. Məsələn, deyək ki, qoşmanın da və yaxud da ki, gərayılının da şeir vahidi bənddir. Şeir şəkli də həmçinin eynidir. Dördlü şeir şəklindedir. Yəni, ola bilər. Mütləq deyil ha. Ola bilər amma. Sonra qoşma və müxəmməsin şeir şəkli eyni, şeir vahidi isə fərqlidir. Xeyr, səhvdir. Çünki qoşma dördlüydür, müxəmməs isə beşliydi. Bayatı yalnız şeir şəkli kimi çıxış edə bilir. Bu da səhvdir. Yeri gəlsə şeir vahidi kimi də çıxış edə bilir. Sonra keçək 10-cu suala. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Gahdan çiskin tökər, gah duman eylər, gah gəlib gedəni peşiman eylər. Gahdan qeyzə gələr, nahaqqan eylər, dinşəməz haramı halalı dağlar. Boynunda qızlardan rəngin bir dəstə, lalələr dağılmış yolların üstə. Sən gəl bu ölkədən min qurban istə, səndən əsirgəməz yollar, adaqlar. Yazıb ki, təbiət mövzusunda yazılıb. Hər ikisi təbiət mövzusundadır. Ona görə bir ortaya verilməli idi. Müraciətdən istifadə edilməyib, bunu götürə bilərik. Bəli, çünki ikincisində müraciət var. 2 doğrudur. Misra daxili bölgüsü 6+5 kimidir. Baxaq görək. Gahdan çiskin tökər, gah duman eylər. Elə burada da 6-5-dir də. Təkcə ikincisində deyil ki, boynunda qızlardan rəngin bir dəstə. Hər ikisində 6-5-dir. Rədifə əsasən adlandırıla bilər. Yeri gəlsə birincisində də rədif var. Bu daha dağlar. O biri nə idi? Eyni şeirdən bir parçadır. Xeyr, eyni şeirdən bir parça ola bilməz. Çünki rədifdən əvvəlki hissəyə baxırıq. Burada halalıdır, burada isə yollardır. Ayrı-ayrı qafiyələrdir. Demək, bu da yanlışdır.
Orta bəndlərdən biridir. Bəli, bu da doğrudur. Yəni biz qoşmanın qafiyələnməsinə əsasən deyə bilərik ki, bu şeirin orta bəndlərindən biridir. Əvvəlki bəndi olsaydı qafiyələnməsi belə olmayacaqdı. Axırıncı bəndi də olsaydı müəllifin adına və ya təxəllüsünə rast gəlinəcəkdi. Baxaq 11-ci suala. Bəndin təhlilinə aid olan fikri seçin. O kimdir ki, hamı zaddan ucadır. O kimdir ki, istəkləri bicadır. O kimdir ki, 14-də qocadır, 30-a yetəndə növcavan oldu. Qoşmanın məzmunca növü olan vücudnamə nümunəsidir. Xeyr, bu qıfıl bənddir. Qıfıl bənd nümunəsi olan bəndə retorik suallar da işlənib. Xeyr, burada işlənməyib. Hamısı normal, yəni qrammatik suallardır. Aid olduğu şeirin sonuncu bəndi olduğunu müəyyən etmək olar. Xeyr, müəyyən edə bilmirik belə bir şey. İnversiyadan istifadə olunub. Xeyr, istifadə olunmuyub. Baxın, gördüyünüz kimi nəzm birinci sualda var deyə. Məsələn, nəzmlə yazılıb, amma burada nəzmdən istifadə olunmuyub. Cavablayacaq aşıq ahəngi olduğu kimi saxlamalıdır. Bəli, bu tamamilə doğru fikirdir. Elə qıfıl bəndin əsas xüsusiyyətlərindəndir. Daha sonra 12-ci suala baxaq. 12-ci sualda deyir ki, müqayisə edib doğru fikirləri müəyyən edin. 4 misradan 11 hecadan ibarət olur. Hər ikisi, yəni elə olur. Ona görə bir yanlışdır. Təkcə qoşmaya aid etməsə. Başqa bir janrın formaca növüdür. Xeyr. Cins qafiyədən istifadə olunur. Əgər cins qafiyədən istifadə olunursa, artıq o birbaşa təcnisin xüsusiyyəti olur da. Yəni qoşmanın xüsusiyyəti olmur ki, elə qoşma ilə təcnis, belə deyək, təcnis elə demək olar ki, misrasına görə, bəndinə görə, yəni heca sayı baxımından qoşmanın formaca növüdür ümumiyyətlə. Sadəcə elə cins qafiyənin olması onu qoşmadan fərqləndirir. Sonra dördlü şeir şəklində yazılır. Bəli, bu doğrudur. Zəngin qafiyədən istifadə edilir. Hər ikisində ola bilər. Bu ortaya verilməli idi. Şeir vahidi bənddir, hər ikisində bənddir. Ona görə cavabımız olur B variantı. Daha sonra baxaq 12-ci sualın, 12 deyirəm, 13-cü sualın izahına. Qəzəlin hansı beyti onun forma xüsusiyyətlərinə aid deyil? Ümumiyyətlə qəzəldə mətlə və məqtə beyt formaya əsasən müəyyən olunur. Amma şah beyt isə onun məzmununa əsasən müəyyən olunur ki, yəni belə deyək, ən qüvvətli, ən yadda qalan beyt hesab olunur. 14-cü suala baxaq. Aşağıdakı bəhrlərdən hansı təmtəraqlı ahəngi ilə fərqlənir? Bu rəcəz bəhridir. Yəni bunlar daha çox əzbərçiliyə söykənən suallardır. 15-ci sual. Demək, cədvəldən bizdən doğru və yanlış fikri baxımından uyğunluğu müəyyən etməyimizi istəyir. Sərbəst şeirdə heca vəzninin tələbləri ciddi şəkildə gözlənilməsə də heca vəzninin təsiri aydın duyulur. Bəli, bu tamamilə doğru fikirdir. Yəni bunu diqqətli olun ki, heca vəzninin tələbləri ciddi şəkildə gözlənilir ifadəsi yanlışdır. Amma bəli, təsiri aydın hiss olunur. Əruz vəznində bütöv söz prinsipi pozula bilməz. Xeyr, bu yanlışdır. Yəni doğru xanasında verilməməli idi. Bu heca vəzni üçün doğru fikirdir. İstənilən ikiliyə beyt demək mümkün deyil. Bu doğru fikirdir, amma yanlışın altında verib. Ona görə biz bunu götürmürük. Daha sonra yazılışı fərqli, tələffüzü eyni olan sözlər natamam qafiyə əmələ gətirir. Xeyr, bu qulaq qafiyəsidir. Ona görə də cavabımız elə 1 ilə 4 olacaq. C variantı. 16. Zəngin qafiyədən istifadə edilmiş nümunəni seçin. Darıxır qabım qaşığım, darıxır yorğan döşəyim. Qaşığım, döşəyim. Nə əlaqə? Yəni zəngin qafiyə deyil, o baxımdan deyirəm. Zəngin qafiyə nədir? Ən azı 2 hecası bir-birindən həm qafiyə olmalıdır. Bir kimsə tutmasın xəbər birtəhər, burada da belə həmçinin. Qazancımız bitdi bizim, bu dünyanın dərdi bizim. Bizimi görüb aldanmayın. Bizim burada rədifdir. Rədifdən əvvəlki qafiyələrə baxırıq. Bitdi dərdi. Bunun da ki bir hecası həm qafiyədir deyirlər. Ona görə bu olacaq yoxsul qafiyə. Saçına güllər taxırsan, ovcuna xına yaxırsan, sən orada göyə baxırsan, burada məni yer aparır. Bəli, cavabımız D variantı. Taxırsan, yaxırsan, baxırsan. Burada da ki, gördüyümüz kimi arasında səsinə qoşun uyğun deyil. Ona görə də cavabımız oldu D variantı. 17.
Bu bəhrin bir mənası da aramla oxumaq mənasındadır. Söhbət hansı bəhirdən gedir? Bunu bəzən yanlışlıqla rəmələ aid edirlər. Xeyr, rəməldə ləngərlənə-ləngərlənə oxumaqdır. Aramla oxumaq həzəcə uyğun gedir. Daha sonra keçək 18-ci sualın izahına baxaq. İmadəddin Nəsiminin bir qəzəlindən verilən aşağıdakı nümunələrə əsasən cədvəldən uyğunluğu müəyyən edin. Özü bəri başdan deyir ki, baxın bir qəzəlindən verilib, ayrı-ayrı qəzəllərdən deyil. Diqqətli olaq bu sualda. Bir qəzəldir. Qəzəldə rədifdən istifadə edildiyini əminliklə söyləmək olar. Demək, qəmin narından ey dilbər, könül qaynar, içim yanar. Bu rəncü möhnəti gör kim qəm ucundan çəkər könlüm. Gəl ey dilbər ki, müştaqam səni görmək dilər könlüm. Qəmindən düşdü zar, istər vüsalından şəkər könlüm. Nəsimi yarını verməz cahanın varına andan, keçək dəvası nadan kim deyildir ol qədər könlüm. Baxın, çəkər, şəkər, dilər, sonra qədər, yəni həmqafiyə sözlərdən sonra gəlib könlüm sözü. Demək, bir doğrudur. Şeirin adlandırılmasını yalnız ilk beytin ilk misrasına görə təyin etmək olar. Xeyr, rədif olan klassik ədəbiyyat nümunələrində istər rədifə əsasən, istərsə də ilk misraya əsasən adlandırmaq olar. Ona görə də iki yanlışdır. Qəzəlin məqtə mətlə beytlərində qulaq qafiyəsindən istifadə olunub. Xeyr, belə bir şey görmürük burada. Məqtə beytdən fərqli olaraq mətlə beyti asanlıqla müəyyən etmək olur. Bu yanlışdır. Çünki əksinə məqtə beyti biraz da tapmaq daha da rahatdır. Orada müəllifin adətən adına və ya təxəllüsünə rast gəlmək olur. Yəni yanlışın altında verilib deyə doğru götürürük. Bir nömrəli beyt qəzəlin orta beytlərindən biridir. Baxaq görək. Bu xeyr, səhvdir. Orta beyt deyil. Səhv edirəm, doğru fikirdir. Sadəcə yanlışın altında verildiyinə görə biz bunu götürmürük. Yanlışın altında doğru fikri veribsə biz bunu götürməyəcəyik. Məzmun xüsusiyyətlərinə əsasən qəzəlin mətlə məqtə beytlərini müəyyən etmək mümkündür. Bayaqlarda dedim ki, məzmun xüsusiyyətlərinə əsasən yox, forma xüsusiyyətlərinə əsasən. Ona görə də cavabımız olacaq 1, 4, 6 A variantı. 19-cu suala baxaq. Nümunə haqqında hansı fikir səhvdir? Qədrini ayrılıq çəkənlər bilər, hicrindən göz yaşı tökənlər bilər. Ömrünə qaranlıq çökənlər bilər. Bağından gül çiçək, dərdim Təbrizim. Yenə təzələndi, dərdim Təbrizim. Beşlik şeir şəklindədir, doğrudur. Qafiyənin müxtəlif növlərindən istifadə olunub. Bəli, yeri gəlsə burada zəngin qafiyələr də var. Həmçinin yoxsul qafiyə də özünü göstərir. Daha sonra yoxsul qafiyə deyirəm, cinas qafiyə özünü göstərir. Dərdim sözləri birindən gül çiçək dərmək mənasındadır. Digəri isə dərd ismidir. Yəni cinas qafiyədir, yoxsul qafiyə yox. Misri-daxili bölgüdə bütöv söz prinsipi və vahid bölgü prinsipi gözlənilir. Bəli, onsuz heca vəzni üçün bütöv söz prinsipi əsasdır. Vahid bölgü prinsipi də həmçinin özünü göstərir. Təbrizim sözü cinas qafiyədən sonra təkrarlandığı üçün rədif deyil. Xeyr, bu yanlış ifadədir. Yəni bizim belə bir qaydamız yoxdur ki, rədif mütləq zəngin qafiyədən sonra gəlməlidir və yaxud da cinas qafiyədən sonra gəlməməlidir. Yəni bu yanlışdır. Təbrizim sözü burada onsuz da rədifdir. Aid olduğu vəzində heca bərabərliyi əsasdır. Bəli, heca vəzninin bu əsas xüsusiyyətidir. 20-ci suala baxaq. Səpkili şeirlərdə səhv fikirləri daha doğrusu burada istəyir. Səpkili şeirlərdə şair misraları standart ölçüdən, vəznin tələbindən kənara çıxarır. Doğrudur. Yəni ola bilər. Doğru bir fikirdir bu. Vəznin Azərbaycan xalq şeirinin yeganə vəzni heca vəznidir. Bu da doğrudur. Yəni heca vəzni bizim milli vəznimiz sayılır. Əruz vəznindən müasir ədəbiyyatda daha çox istifadə edilmişdir. Səhvdə əksinə daha çox qədim dövr, orta dövr ədəbiyyatında istifadə olunub. Əruzda yazılan şeirlərdə rədifdən istifadə vəznin tələbinə aiddir. Xeyr, vəznin belə bir tələbi yoxdur. Ona görə də cavabımız olacaq C variantı. 21-ci suala baxaq. Nəzm forması ilə bağlı doğru olmayan fikir. Ərəb sözü olan nəzm qayda qanun deməkdir. Doğrudur. Sözlər daha çox emosional səslənir. Doğrudur.
Bu formada yazılmış əsərlərdə fikir adi danışıq formasından fərqli şəkildə ifadə edilir. Bu da doğrudur. Əsas əlaməti bəndlərlə yazılmasıdır. Bu isə səhvdir. Yəni nəzmin belə bir əlaməti yoxdur. Ədəbiyyatşünaslıqda nəzmə şeir, şeirlərin məcmusuna isə poeziya deyilir. Bu da doğru fikirdir. 22-ci sual. Buradan da cədvələ əsasən doğru fikirləri istəyir. Misraların sonunda qafiyədən sonra təkrar olunan sözlər rədif adlanır. Bəli, doğrudur. Nəzm məsələlərini onsuz təsəvvür etmək mümkün deyil. Xeyr, elə də təsəvvür edərik ki. Sonra şeirdə tələffüzdə səs tərkibi etibarilə bir-birinə yaxın olan sözlər qafiyə adlanır. Doğru fikirdir. Qafiyələr həm eyni, həm də müxtəlif nitq hissələrindən yarana bilməz. Niyə yarana bilməsin ki? Bu yanlışdır. Müxtəlif şeir şəkillərində işlənə bilir. Bəli, doğrudur. Həmişə misraların sonunda işlənir. Rədif düzdür, misraların sonunda işlənir. Amma qafiyə yeri gəlsə misraların daxilində də işlənə bilər. Hansı ki, biz ona daxili qafiyə deyirik. Ona görə də cavabımız oldu 1, 3, 5. 23. 23-də deyir ki, cədvəli tamamlayın. Demək, qafiyə ahəngi qüvvətləndirir, şeirin yadda qalmasını asanlaşdırır. Doğru fikirdir. Şeirdə formal xarakter daşımayıb, onun məzmunu və quruluşu ilə bağlı olan bir amilə çevrilir. Doğrudur. AB şəklində olan qafiyəyə aşma, çarpaz qafiyə deyilir. Bu da doğrudur. Cinas qafiyələrinə qulaq qafiyələrinə isə cinas demək olar. Nə əlaqə? Yanlışdır. Daxili qafiyələrin bütün misralarda eyni yerə düşməsi əsas şərt deyil. Xeyr, əsas şərtdir bu. Yəni, bu hissəsi yanlışdır. Ona görə də cavabımız oldu 1-dən 2. A variantı. 24. Nümunədə qafiyənin hansı növü işlənmişdir? Deyir ki, nazik barmaqlıdır, şümşad əllidir, mit əllidir, tellidir, dillidir, gedibdir. Gedibdini götürmürük. Əllidir, tellidir, dillidir. 2 hecası ən azı həm qafiyə olduğuna görə biz buna zəngin qafiyə deyəcəyik. D variantı. Keçək 25-ci suala. Cins qafiyə işlənmiş nümunələri müəyyən edin. Mirzəsi sən oxu dəysin haraya, bayram ayı demək olmaz hər aya. Biri götürə bilərik. Haraya, hər aya. Namərdi özümü mən dost eylədim, yolunda canıma çox qəsd eylədim. Dost eylədim, qəsd eylədim. Yəni ayrı-ayrı, belə deyək, götürsək belə zəngin qafiyə kimi götürə bilərik eylədimlərə görə. Cins qafiyə götürə bilmərik. Adət budur, yar xəbərin yar alar. Mənim canım, zərif canım yaralar. Bu bəli, cins qafiyədir. Dikdiribsən qəsr eyvan, o da sən. Bu nökərin o sevdiyin, o da sən. Bəli, 4-də də var. Oxuduqca qəmgin şeiri qəzəli, köhnə yaraların bir-bir təzəli. Burada isə elə bir şey yoxdur. 1, 3, 4 A variantı. 26. Düzgün olmayan fikri müəyyən edin. Eyni ölçülü səslərin bir-birini izləməsinə, növbələşməsinə ahəng yaxud ritim deyilir. Doğrudur. Şeirdə müxtəlif sayılı misralardan ibarət olan hissələr beyt adlanır. Beyt deyil, bənddir. Ona görə də bu yanlışdır, B variantı. Hər ehtimala digər üçündə də baxaq, bəlkə bir yanlışlıq var testdə. Nəzm əsərlərində misraların sonunda qafiyədən sonra təkrar olunan söz və ifadələr rədif deyilir. Doğrudur. Şeirdə tələffüzcə səs tərkibi etibarilə bir-birinə yaxınlanan sözlər qafiyə adlanır. Bu da doğrudur. Məzmunca fərqlənən beyt şah beytdir. Bu da doğrudur. Demək elə cavabımız B variantı idi. 27-ci suala gəlin baxaq. Sərbəst şeir. Bu şeir şəklində epik şeir örnəklərində rast gəlinmir. Baxın, bu sualda diqqətli olmaq lazımdır. Nə baxımından? Adətən klasteri tamamlayın, cədvəli tamamlayın deyəndə doğru fikirlər verilirdi. Amma son zamanlar yəni belə testlər çox adamın qarşısına çıxır ki, yanlış fikirləri tamamlamaq istənilir sanki. Bu şeir şəklində epik şeir örnəklərində rast gəlinmir. Elə bu nədir? Səhvdir. Bu fikir özü yanlış olduğuna görə biz yanlışları burada tapmalıyıq. Gəlin baxaq o zaman. Qafiyələnmə ard-arda çarpaz ola bilər. Bəli, sərbəst şeirdə bu olar. Doğru fikir olduğuna görə götürmürük. Bizə baxın yanlışlar lazımdır. Ahəng tarazlığı, vurğu və intonasiya ilə tənzimlənir. Bu da doğru fikirdir. Səpkili şeir tribuna şeiri adlanır və bu şeir qarşılıqlı dialoqu xatırladır. Tribuna şeiri adlanır ifadəsi ilə, yəni bu hissənin işimiz yoxdur. Amma qarşılıqlı dialoq hissəsi yanlışdır.
Misralarda hecaların sayı fərqli ola bildiyinə görə əruz vəzninə daha yaxındır. Xeyr. Ümumiyyətlə sərbəst şeirlə əruz vəzninin bir əlaqəsi yoxdur. Yenə də heca vəzninin təsiri doyulur hissəsi doğrudur, amma bu yanlışdır. 3-dən 4 yanlış olduğuna görə də biz B-ni götürəcəyik. Nəzmlə bağlı hansı fikir səhv deyil deyir. Bu formada yazılan əsərlərdə Zavyaska mərhələsinə rast gəlinə bilməz. Yəni bu səhvdir. Bizdən doğru olanı hesab elə istəyir. Səhv deyil, yəni doğrudur. Bu səhvdir. Yazılı ədəbiyyatda nəsildən sonra yaranıb, xeyr. Bu forma yalnız bir ədəbi növ üçün xarakterlikdir. Xeyr, yerici əsər, lirik və epik növdə də. Lirik növdə onsuz da olur. Epik və dramatik növdə də istifadə oluna bilir. Daha sonra nəzm məsələlərində gülüş və allegoriyadan istifadə edilə bilər. Bu isə bəli, tamamilə doğrudur. D variantı. Nəzmlə yazılan bütün əsərlərin qəhrəmanı şair özüdür. Xeyr, başqası da ola bilər. 29-cu sualda deyir ki, nümunə ilə bağlı doğru olmayan fikri müəyyən edin. Sevgilim, o qoca palıda bir bax, yenə poçurluyub onun budağı. Yadına gəlirmi 2 il qabaq o ilk görüşümüz, o bahar çağı? Şeirdə çarpaz qafiyələnmə özünü göstərir. Doğrudur. Məsələn, bax, qabaq, budağı, çağı. Çarpaz nədir? A, B, A, B. Bu şəkildə olan qafiyələnmə. 1-3-cü misralarda qulaq qafiyəsi istifadə olunmuşdu. Bəli, doğrudur. Qulaq qafiyəsi nədir? Yazılış baxımından fərqli olan, amma tələffüz baxımından eyni olan baxla qabaq. Birinci misranın daxili bölgüsü digər misralardan fərqlənir. Bu yanlışdır. Çünki elə hamısında misra daxili bölgü 6-5 şəklindədir. Baxın bir dəfə də 3, 4, 5, 6, 3, 5. Burada da bəli, 6-5 şəklindədir. Fikrin çatdırılması üçün bənd formasından istifadə olunub. Doğrudur. Inversiya işlənmişdir. Bu da doğrudur. Yadına gəlirmi bu hissəsi? 30-cu sual. Hansı bənddəki fikrin əksini düşünsək doğru olmaz? Bir misrada bitmiş fikir ifadə oluna da bilər, olmaya da bilər. Tamamilə doğrudur. Beytin misraları həm qafiyə ola da bilər, olmaya da bilər. Bu da doğrudur. Bütün misralarda bölgü eyni ola da bilər, olmaya da bilər. Bu da doğrudur. Yəni az öncə bir neçə artıq testdə bundan rastlaşdıq biz. Cins qafiyələr anonim sözlərdən ibarət ola da bilər, olmaya da bilər. Bəli, bu da doğrudur. Sonra heca vəznində bölgü bütöv söz prinsipinə əsaslana da bilər, əsaslanmaya da bilər hissəsi isə baxın deyə bilməyik. Çünki bu yanlışdır. Yəni heca vəznində bölgü bütöv söz prinsipinə əsaslanmalıdır. Bir daha deyirəm, diqqətli olun. Yəni vahid bölgü prinsipi pozula bilir, amma bütöv söz prinsipi isə pozula bilməz. Heca vəznində yazılan bir bəndli dördlük deyirsə əgər, artıq biz burada bayatını götürəcəyik. Yəni çaşıb rübai götürməyin, çünki rübai heca vəznində yazılsa da mütləq deyildi, o bir bəndli olsun. Bir bəndli dediyinə görə biz burada artıq bayatını götürəcəyik. 32-ci suala baxaq. Düzgün fikri müəyyən edin. Qafiyə həmişə misraların sonunda gəlib digər sözlərə nisbətən yüksək intonasiya deyilir. Belə bir, yəni bizim mütləq deyə bilməliyik biz buna. Çünki sonunda yox, cümlənin misranın ümumiyyətlə ortasında da işlənə bilər. Şeirin ahəngindən asılı olmayaraq misralarda yalnız bir neçə yerdə fasilə ola bilər. Ahəngindən asılı olmayaraq yox, ahəngindən asılı olaraq. Daxili qafiyə bütün misralarda fərqli yerə düşməlidir. Xeyr, eyni yerə düşməlidir. Qafiyə şeirin məzmunu və quruluşu ilə bağlı olur. Bu doğru fikirdir. Ədəbiyyatşünaslıqda misraların oxunuşu zamanı verilən fasilələr ölçü yox, bölgü adlandırılır. Ona görə cavabımız oldu D variantı. Bənddəki misraların sayı ilə müəyyən olunur. Nə? Şeirin şəkli. Sonra baxaq 34-cü suala. Kür qırağının doğru fikri istəyir. Kür qırağının əcəb seyrangahı var. Yaşılbaş sonası, hayıf ki yoxdur. Uçu tərcığalı siyah tellərin hərdən tamaşası, hayıf ki yoxdur. Deyir ki, daxili qafiyədən istifadə olunmuyor. Bəli, doğru fikirdir. Qoşmanın orta bəndlərindəndir. Yanlışdır. Birinci bəndidir. Sonra bütün misralar 4-4-3 bölgüsündədir. Bu da yanlışdır. Çünki elə bunun yanlış olmasının bariz nümunəsi odur ki, ümumiyyətlə hayf ki yoxdur qoşmasının
birinci misrası, yəni birinci bəndin birinci misrası 12 hecadan ibarətdir. Baxın, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Yəni ədəbiyyatda bu istisnalar özünü göstərə bilir. Bir neçə belə şeirlər var ki, orada konkret vəznin, janrın tələblərindən kənara çıxılıb. Bu da həmin şeirlərdəndir. Ona görə də bu yanlışdır. Hayf ki, yoxdur ifadəsi rədifdir. Tamamilə doğrudur. Şeir şəkli bənd vahidi isə dördlükdür. Bu isə səhvdir. Burada ifadələrin yeri dəyişikdir. Şeir şəkli dördlükdür. Şeir vahidi bənddir. Bu cür olmalıydı. Ona görə də cavabımız oldu A variantı. 35-ci sual. Deyir ki, ortaq xüsusiyyət kimi götürülə bilməz. Şeir şəkli, baxaq görək. Şeir şəkli burada ortaq götürülə bilərmi? Bəli, hər biri dördlü şeir şəklindədir. Ona görə də biri götürmürük. Vəzn baxımından bəli, doğrudur. Çünki məsələn, burada rübai əruzda yazılır, amma qoşma hecada yazılır. Yazılı ədəbiyyata aidliyi, bəli, bayatı, məsələn, şifahi xalq ədəbiyyatında var. Bir bəndli dördlük olması, bunu da biz digər, məsələn, bayatı üçün götürə bilərik, amma digər üçü üçün yox. Şeir vahidinin bənd olmasını götürə bilərik, ortaq xüsusiyyət kimi. Götürə bilmədiklərimiz oldu. 2, 3, 4. E variantı. Daha sonra 36-cı sual. Nümunənin janrını və misrədaxili bölgüsünü müəyyənləşdirin. Namərdi özümə mən dost eylədim. Yolunda canıma, elə bəri başdan müəyyən edək. Namərdi özümə mən dost eylədim. Yolunda canıma çox qəsd eylədim. Söğütdən bağ saldım, peyvəst eylədim. Almasın, heyvasın, narın görmədim. Demək, hecaların sayına baxsaq 11-dir. Misrədaxili bölgüdə 3, 6, burada da 5. Qoşma janrında da 6-5 şəklindədir. D variantı. 37. Sillogizmdə heca vəzinli şeirlərdə bütün misralardakı hecaların sayı bərabər olmalıdır. Həm qoşma, həm də gəraylı heca vəznində yazılır. Demək, həm qoşma, həm də gəraylıda bütün misralardakı hecaların sayı bərabər olmalıdır. Görün, belə bir variant varmı burada? Bəli, C variantı. 38-ci sual. Hansı bənddə nöqtələrin yerinə həm də əlavə etsək, fikir doğru olmaz. Qafiyə həm eyni, həm də müxtəlif nitq hissləri ilə ifadə oluna bilər. Niyə də olmasın? Doğrudur. Əruz vəznində misralardakı hecaların sayı həm eyni, həm müxtəlif ola bilər. Bəli, sadəcə olaraq orada yeri gələndə bəzi sözləri uzatmaqla və ya bəzi sözləri qısaltmaqla, hecaları yəni qısaltmaqla o bərabərliyi təmin edirlər. Heca vəznində vahid bölgü prinsipi pozula da bilər, pozulmaya da bilər. Bunu az öncə dəfələrlə dedim ki, bəli olar. Heca vəznində bölgü zamanı bütün söz prinsipi həm pozula bilər, həm pozulmaya bilər. Bu isə yanlışdır. Sərbəst şeirdə qafiyələnmə həm ard-arda, həm də sərpaz ola bilər. Bu da doğru fikirdir. 39-cu sual deyir ki, hansı fikir doğrudur? Eyni şeir şəkli müxtəlif şeir vahidində işlənə bilər. Demək, eyni şeir şəkli. Məsələn, deyək ki, dördlük şeir şəkli. Necə götürüb müxtəlif şeir vahidində, məsələn, beytdə, misrada işlənsin? Dördlük şeir şəkli, məsələn, ancaq bənddə işlənə bilir və yaxud da ikili şeir şəkli beytdə işlənə bilir. Yəni, ona görə də A variantı yanlışdır. Şeir vahidi beşlik olan əsərlər müxəmməsdir. Xeyr, bu yanlışdır. Məsələn, Səməd Vurğunun Azərbaycan şeiri beşlik şeir şəklindədir, amma müxəmməs deyil. Əsərin problemi onun forma xüsusiyyətlərinə əsaslanır. Xeyr, problem məzmunla bağlıdır. Eyni şeir şəkli müxtəlif janrlara aid ola bilər. Bəli. Məsələn, dördlük şeir şəklində qoşma da yazıla bilir, gəraylı da yazıla bilir. Demək ki, bu nədir? Doğru fikirdir. Rədif qafiyədən öncə təkrar olunan sözlərdir. Öncə yox, sonra təkrar olunan sözlərdir. Ona görə də cavabımız elə oldu. D variantı. 40-cı suala baxaq. Verilən nümunələrə əsasən cədvəldən uyğun fikirləri seçin. Türkün dili tək istəkli, sevgili istəkli dil olmaz. Ayrı dilə qatsam bu əsil dil əsil olmaz. Dörd dildə verilmiş bu qədər can hədər olmaz. Məfkura yolunda tökülən qan hədər olmaz. Demək, burada bizdən cədvəl əsasən doğru fikirlər istəyir. Olmaz sözü rədif kimi işlənib götürə bilərik. Bəli, dil əsil.
Onlardan sonra olmaz gəlib. Bir doğrudur. Sual oluna bilər. Niyə ikincisində götürmürük? Çünki burada can, qan, hədər olmaz. Baxın, burada artıq hədər olmaz gedib bir yerdə. Həm də ümumilikdə biz yeri gəlsə Türkün nəğməsi şeirini bilirik. Orada hədər olmaz deyə bir rədif götürməyimiz də düzgün deyil. Çünki şeirin müəyyən hissələrində təkcə bu işlənib. Əruz vəzninin həzəc bəhrindədir. Hər ikisi həzəcdədir. Ona görə də ikini götürmürük. Ortada yazılmalıydı. Rədif əsasında adlandırıla bilər. Bu birincisi üçün daha uyğundur. Natamam qafiyədən istifadə olunub. Belə bir şey görmürük. Hecaların say bərabərliyi əsas olmayan vəzində yazılıb. Bəli, əruzda yazılıb hər ikisi. Məsnəvinin istənilən bir beyt kimi qafiyələnib. Bəli, məsnəv necə qafiyələnir? A, B, B. Burada da belə. Məsələn, olmaz həm qafiyədir. Hədər olmaz. Yenə də həm qafiyədir. 1, 5, 6. A variantı.